Hörmətli izləyicilərim, terapevtlərin məsləhət gördüyü bir villanı sizə təqdim edirəm. Buranın havası yodludur. Bir çox xəstəliklərə müalicəvidir, məlhəmdir. Bura bilirsiniz aradır. Çaylar sizin gözləyirəm sizi. Gəlin deyəcəm. Birinci, bir dənə vizual, o qabaretli villa ilə bir dənə tanış olun görüntüsü ilə. Çox maraqlı bir detal. Bu gördüyünüz üzvlərin hər biri fərqli-fərqli rayonlarda çıxır. Məsələn, bu Daşkəsəndə, bu Tovuzda çıxır. Bunların üçü də bir yerdən çıxmır. Təsəvvür edin ki, o qədər sahibi azarkeşdir də, evinə xərcləməkdən keçməyib, vaz keçməyib və bunlar hər birini gecə-gündüz maşınla gətirib, bu evin üzlüyü vurulub. 4 mərtəbədir, 3 mərtəbə üstə gəlib mansard və bir də minus padval və maşın qarajı. İndi isə çaylarınızı süzdürsə, mən sizə yerini deyim. Bura Fatmayı qəsəbəsinin ən hündür nöqtəsidir ki, bütün ziyalılar burada məskunlaşıblar ki, havasına görə, canlarının qədrini bildiyinə görə kim alsa ömrü uzanacaq. Ömrü uzadmaq reseptidir. Əziz izləyicilərim, bu gördüyünüz bağ hissəsi Quba, Xaçmaz, Qusardan xüsusi torpaqlar gətirilib meşədən. Və burada olmazın olmazı meyvələr var. Bir dənə operator sizə meyvələri canlı-canlı göstərsin. Bunun ləzzəti budur da. Öz həyətindən dərdin yeyirsən. Alma, nar, orada zeytun, hamısına bar verib əzizləyicilər. Bağ-bağçalı ev istəyirdiniz, məndən gözləyirdiniz. Buyurun, bu da sizə bağ-bağçalı bir villa. Buranın özəlliyi bilirsiniz nədir, dəyərli izləyicilər? Burada yeyib içirsiniz məclisdə, balıqları qoyursunuz bura. Gözünüzün qabağında balığı tutur, bağban. Aparıb burada orada manqalda pişirtdirir, gətirib yeyib içirsiniz. Burada balıqların üzmə yeridir. Möhtəşəm bir şərait. Evin girişidir, əzizləyicilərim. Burada yataq otaqları, mətbəx və zal var. Mən sizi zal otağına birinci təqdim edeyim. Zal otağında olan hər bir əşya da içində qalır. Ümumiyyətlə, bu ev gördüyünüz bu vəziyyətdə nə görürsə o cür satılır. Mətbəx otağını sizə göstərdim. Müasir mətbəx, lazım olan bütün elektronikalar hamısı var idi. Növbəti yataq otağı. Ümumi hamam otağı. Təmiz qoz ağacından yığılma taxta plekan. İkinci mərtəbədə 4 yataq otağı var. Birinci yataq otağı ilə tanış edim sizi. Ümumi hamam otağı, onun yanında isə sanitar qovşağı yerləşir. Növbəti detski yataq otağı. Hər otaqda gördüyünüz kimi mebellər o otağa uyğun olaraq seçilib, döşənilib. Bura valideyn yataq otağıdır. Geniş bir yataq və içində xudmani hamam otağı salınıb. Bura isə 3-cü mərtəbə mansard olan hissəsi. Tam sənədi çıxarışdır. Hörmətli izləyicilər, kimə maraqlı gəldisə bu elan, bu video, bu təqdimat
əlaqə nömrəsindən, yəni bizlə əlaqə saxlasınlar. Nömrələr qeyd olunub, qiyməti qeyd olunub. Sağ olun, var olun.